Bugün de size çok vacib bir məlumat verəcəm. Kompüterdə çox vacib məlumatlarınız var. Onu kimləsə paylaşmaq istəmirsiniz, kiminsə onu görməyini istəmirsiniz. Bu halda nə etmək lazımdır? Onun haqqında mən bir video paylaşmışdım, qovluqların gizlədilməsi. Bu ondan da vacibdir, daha etibarlıdır. Deməli, biz burada gizli adına bir qovluq yaratmışam və bu gizli adlı qovluğu açıram. Sol tərəfdən deskopda, yəni ki, harda yaratmışamsa, harasa yaratmışamsa faylları oranı açıram. Məsələn, məndə ekranda açdığıma görə desktop seçirəm. Qarşı sətrində CMD yazıram. Enter vururam. Baxın, belə bir pəncərə açılır. Atrib, boşluq, plus H, boşluq, plus S, boşluq, plus R, boşluq və həmin faylın adını yazıram buna. Qovluğun adını yazıram və bu qovluğun adını mütləq yadda saxlamalısınız. Yəni bunu sizdən başqa kimsə bilməyəcək və siz istəsəniz onu sonra axtarıb tapa bilməyəcəksiniz. Qovluğun adını bilməsəniz. Yazandan sonra enter düyməsini vururam. Baxın, faylımız etdi. Baxın, faylımız yoxa çıxdı, gizlədildi və bundan başqa 100 dənə hacker də gəlsə onu axtarıb tapa bilməyəcək. Bunu yalnız siz biləcəksiniz. Yenə bunu bərpa edib özünüz təzə görmək istəyirsinizsə, yəni bu halda yenə həmin kodu yazırsınız. Sadəcə plusların yerinə minus yazırıq. Enter düyməsini vururuq. Enter düyməsini vururuq. Biraz gözləyirik. Baxın, fayl gəldi buraya. Qovluq. Faylsa, qovluqsa burada görünür. Biz yenə işimizi görürük. Eyni qayda ilə yenə gizlədə bilərik. Yenə istədiyimiz vaxt açıb istifadə edə bilərik. Mənə belə gəlir, çox vacib bir məlumat oldu. Çünki hər bir insanın öz şəxsi məlumatları var, hansı ki onu kimləsə paylaşmaq, kimləsə görmək istəmir. Və bu halda bu variantdan istifadə edin və bu sizə kömək ola bilər.